Çox çətin bir işi görməliyiksə, çətin bir imtahan, bu çətinlik nöqtəsindən gəlmək üçün özümüzü mental olaraq necə hazırlayaq? Ümumiyyətlə imtahandan danışacağam. Əgər bir imtahan əsasən imtahanda sizin uğursuz olma səbəbiniz stressdir. Stressdən uzaq olmaq lazımdır. Belə fikirləşin ki, IELTS-dır, SAT-dir, GRE-dir, qiymətdir. Bu növ ixtisaslardan, imtahanlardan danışırsınızsa, bunları onsuz da yenidən vermək olur. Düzdür, pul verəcəksən, amma çox stressə, yəni çox stressli olmağa dəyməz. Çünki yəni yenidən verə bilirsən. Stressiz olsan onsuz da uğurlu olacaqsan. Birinci növbədə imtahandan əvvəl imtahanı mən necə edirdim? Məsələn, mən IELTS-dan 7.0 toplamışdım birincidə. Ondan sonra IELTS-dan 8 topladım. Ondan sonra son dəfə 8.5 topladım. İlk dəfə mən imtahana girəndə, IELTS imtahanına 7 toplayanda 2021-ci il idi. 2020-ci il. Son 6 il keçib. 2020-ci ildə mən sizə deyim ki, IELTS imtahanına gedəndə mənim ümumiyyətlə heç bir stresim yox idi. Nəyə görə? Çünki birinci bilirdim ki, yəni imtahandan kəsilsəm, heç bir problem olmayacaq. Yəni dünyanın axırı deyil. Açığı deyim, yəni dünyanın axırı deyil. Yəni keçməyəcəksən, yenidən ver. Amma bu mental modeli sən beynində saxlasan, indi mən bunu deyirəm, deyirlər ki, bəs ikinci dəfə bəs ödəniş eləmək. Onu yadından çıxardı, onu yadından salsan onsuz da uğursuz olursan. Yəni yenə deyirəm ki, pozitivdən fikirləş. Bəlkə də ikinci dəfə verməyəcəksən onsuz da belə fikirləşsən. Fikirləşdim ki, mən onsuz bunu ikinci dəfə verməyəcəm, verə bilərəm. Birinci dəfədən bunu mən verəcəm, dünyanın sonu deyil, çox asan bir imtahandır. Və ondan əvvəl, bir ay əvvəl hər gün eyni imtahan necədir məsələn? 4 dənə bunun sectionu var. 3 dənə sectionu mən evdə praktika eləyə bilirəm də speakingi çıxmaq şərti ilə. Mən son 30 gün, hər gün praktika elədim bunu. Hər gün. Elə bilin ki, məsələn, noyabrın 6-sı mənim IELTS imtahanımdır səhər saat 10-da. Mən ondan bir ay əvvəl, oktyabr ayında hər gün səhər saat 10-da o imtahanı mən evdə verirəm. Hər gün praktika test. Mənim printerim var idi. Bəlkə də mən printerdən indiyə yaxın nə qədər vərəq çıxarmışdım mən imtahana hazırlaşanda.